Salam aleykum dostlar, hər vaxtınız xeyir olsun inşallah. Allahın izindən yeni işimizə bismillah edirik. Belə bir figurlu damdır. Allahın izindən indiyə qədər işlədiyimiz damların içində qeyri-adi bir dam olacaq. Allahın köməkliyi ilə öhdəsindən gəlməyə çalışacağıq. Materialımız gəlib. Tamına materiallarımızı gətirmişik taxta işi üçün, birinci mərhələ üçün. Üstdən çəkiliş edib göstərəcəm. Proyekti paylaşacağım ki, nə formada damdır. Bu hissədə baxın, marlatın altına tolumuzu sərmişik, taxta birbaşa betonun təmas eləməsin deyə. Tam figurdur, yəni ki, konkret bir düz yer yoxdur. Orada bir günbəz yığılacaq, yumru. Burada bir 4 buzaqlı günbəz yığılacaq. İçərisi qalacaq. Bu hissə mansard tiplidir, birbaşa evə bağlanır. Buradan gələn damın üst səviyyəsi, bu üst səviyyəsi birbaşa bu damın tirinə gəlib görəcək. Hissəsi üz aşağıya sınacaq burada. Layihəni də paylaşım eləyəcəm. Baxın, inşallah. Dostlar, fikirlərinizi bildirməyi unutmayın. Allahın izindən əjdaha bir şey çıxarmağa çalışacaq burada.